Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bugünkü çəkilişim Quba rayonunda yerləşən Venetsiya istirahət mərkəzindəndir. Can, yemək vermirlər, çox arıqdır. Gördüyünüz kəndin içindən gəlirik. Qeyd edeyim ki, Waze-də yazsa sizi səhv yolla aparacaq. Ən yaxşısı müəyyən nöqtəyə qədər gəlib kənd cəmiyyətindən soruşub gələsiniz. Giriş buradandır. İcazəsiz giriş qadağandır. Nömrələri də var. Biraz ərazi ilə sizi tanış edeyim. Biraz böyük gölləri burada var. Bu göldən istifadə olunmur. Amma ərazi belə deyərdim çox yaşıllıqdır. Sırf söyüd ağaçlarının çoxluğu burada oldu. Samvar çayı qalıblar. Instagram səhifələrindən buranı izləyirdim və nəhayət gəldim bu Venetsiyaya. Yəni siz də fərqli qayıq turu, fərqli yaşıllıq göl ətrafında istirahət istəyirsinizsə, bura müraciət edə bilərsiniz. Hətta burada piknik də olur, ödənişli təbii ki. Yəni bu qədər. Buranın ən əsas özəlliyi qayıq turudur. Birazdan qayığımıza da minəcəyik. Əziz izləyicilər, deməli Venetsiya istirahət yerindən mərkəzinə gəldikdə maşınlarınızı burada saxlayırsınız. Daha sonra ərazi ilə gəlin tanış olaq. Orada xırda göldür. Daha sonra burada belə beşitqalardır. İstəsəz burada oturub çay da içə bilərsiniz və ya səhər, günorta, axşam yeməyi də verilir. Bu formada, oturaq formasında da oturma yerləri var. Sadə çay verilmir, onu qeyd eləmək istəyirəm. Çay seti 30 manatdır. Yəni, mən sadə çay istədim. Dedilər, sadə çay verilmir. Gəlin burada gölün üzərində bir beşitqadan bir mənzərəyə baxaq. Gördüyünüz bu qayıqlar var. O qayıqlardan indi istifadə edəcəyik. Görün nə qəşəngdir divan, stol və mənzərə. Görürsünüz, söyüd ağaçlarıdır. Gölün üzərində çox qəşəngdir. Amma qeyd edeyim, dəyər burada istirahət eləməyə. Gəlin indi qayıqdan gedək istifadə eləyək. Qayıq adam başı 5 manatdır. 2 dövrə vuracaq. 5 manata. Biz 5 nəfər idik. Sağ olsunlar. 20 manata hörmət elədilər. 20 manata biz 2 dövrə fıranıb qaydacaq. Gördüyünüz bu böyük qayıqla. İnşallah izləmədə qalın. Getdik. Yaxşı beşetkamız buydu. Burada balık da tuturlar.
Deməli 2 dövrə vururuq. Venetsiya istirahət mərkəzində bu göldə gördüyünüz çox qəşəng təəssürat var. İstəsəz siz də ailəmizlə gəlib istirahət edə bilərsiniz, zövq ala bilərsiniz. Əziz izləyicilər, deməli sizə ərazi ilə tanış elədim. Burada əsas özəlliyi yenə də qeyd elədiyim kimi qayıqdır, qayıqla gəzintidir. Çox gözəl yerdə, gölün üzərində olan besetkaları var. Orada oturub istirahət edə bilərsiniz və ya balıq tutmaqda olur. Çox güman ki, balıq tutmaq ödənişlidir. Oturub qidalana da bilərsiniz. Sadə çay verilmir. Sadəcə olaraq set şəklində iradımı da bildirdim. Yəni buranın inkişaf eləməsi üçün belə deyim, müştəriyə qulluq yox deyilməməlidir. Məndən bu qədər. Venetsiya istirahət mərkəzinə tanış oldunuz. İzləmədə qalın. Təşəkkür izlədiyiniz üçün.